Hər vaxtınız xeyir olsun əziz şagirdlər. Qeyd etmişdim ki, zərf dərsinin ikinci hissəsini yerləşdirəcəm. Deməli, bugün biz sizlə zərfin məna cümlələrindən zərfin məna cümlələrini izah edəcəm. Deməli, zərfin 4 dənə məna növü var. Bildiyiniz kimi tərz hərəkət zərfləri, zaman zərfləri, yer zərfləri, bir də kəmiyyət yaxud da ki, miqdar zərfləri eyni addır. Yaxşı, birinci başlayaq tərz hərəkət zərfləri. Deməli, tərz hərəkət zərfləri belə qeyd edək. Tərz yazaq bura. Birinci tərzi, tərzi, hərəkət, zərfləri. Baxın, zərf dərsinə qədər siz sual verərək, şəkilçiləri baxaraq tapa bilərsiniz. Amma zərf dərsində istifadə olunan sözlərin demək olar ki, hamısını siz gərək əzbərləyəsiniz. Çünki bu dərs bu mövzu elə bir mövzudur ki, bu biraz əzbərçiliyə dayanan mövzudur. Siz necə ki köməkçi diksiyaları əzbərləyirsiniz, zərflər də o şəkildədir. Yəni o sözləri siz tanımalısınız. Tərz hərəkət səhvləri necə, nə cür və nə tərzdə suallarına cavab verir. Siz çalışın bunu necə cür sualı. Mən keçən dəfə qeyd etmişdim ki, sifətdən ortaqdır. Sifətlə ortaq olduğu zaman, sifət olarsa onda, yəni ki, belə götürək də, ism aid olacaq. Feilin yanında olarsa, onda əlbəttə ki, hərəkətə aid olub zərf olacaq. İndi mən çatdırsam bu videonun sonunda mən ümumi olaraq ortaq cəhətləri izah edirəm. Çatdırmasam da 3-cü bölmədə onu qeyd edirəm. Deməli, tərz hərəkət zərfləri, məsələn, nəyi misal gətirə bilərik? Məsələn, deyə bilərik səlis. Məsələn, sərrast. Məsələn, hövlnak. Hövlnak bilirsiniz də tələsmək deməkdir. Hövl sözün köküdür. Nakirdə şəkilçi gedir. Sonra yaxşı. Sonra pis. Sonra əlbəttə ki, bunlar sadə, düzəltmə, mürəkkəbə bölünür. Bunlar çətin olmadığı üçün ümumi yazıram, amma istəsəz qeyd edirəm orada. Məsələn, tutaq ki, asta-asta. Məsələn, dərin. Məsələn, dürüst. O dürüst danışırdı, dürüst söhbət eləyirdi. Məsələn, burada götürə bilərik, deyə bilərik. Məsələn, tutaq ki, türkcə, rusca, türkcə. Tutaq ki, məsələn, yaza bilərik addım başı, dost yana, addım başı. Məsələn, tutaq ki, dost, məsələn, dost, yana bilirsiniz, ana yana şəkilçisi, zərf soyadan şəkilçidir. Sonra başqa nə var? Bunlar çoxdur. Yəni dürüst yazdım. Məsələn, gəlin mən sizə bir qism testlərdə çox işlənməyən, amma olan, qabağınıza çıxa biləcək sözlərdən də məsələn yazın. Tutaq ki, məsələn, qərib-qərib. Qərib-qərib baxırdı. Qərib bilirsiniz də, vətəndən uzaq insanları, yaşayanları qəribdə də yaşayırsan deyirlər. Məsələn, tutaq ki, o qırmızı-qırmızı üzümə baxırdı. Qırmızı-qırmızı. Tutaq ki, ahənglə. Tutaq ki, turnalar qatar-qatar uçurdu, bilirsiniz. Çox işlənən şeirlərdə, ədəbiyyatlarda. Qatar-qatar, məsələn, uçurdu. Kənar eləyim, aha, sonra belə edək, belə yazaq, sonra başqa nə yaza bilərik, nə alma gəlsin. Sərras sözünü yazmışam, aha, yazmışam sərras sözünü. Yeyin. Məsələn, tutaq ki, xısın, bir tərəflər işlənməyən. Bu sözləri bilmək lazımdır, düşünməyin ki, lazımsız müəllimə yazır. Yox, elə deyil. Sonra burada gəlir, məsələn, razılıqlı. Sonra, məsələn, gəlir dəlicəsinə, casınacəsinə şəkilçilər bilirsiniz. Bizdə vəhşicəsinə döyüldü, məsələn, tutaq ki, çox işlənir, mediada çox işlənir, vəhşicəsinə. Bunlar leksik şəkilçidir. Tutaq ki, etinasızcasına yanaşdı, etinasızcasına. Sonra uşaq əsim əsirdi. Yəqin keçdinizsiz. Sonra hətta bu sözdə var, üşüm də var. Üşüm üşüyürdü. Belə. Zaten bunlar üşümək, əsmək bu sözlərdən yəni ki, yaranmış sözlərdir. Yəni, kökünü oradan götürür. Ayak, yalan.
Tutaq ki, məsələn, başı açıq, uşaq başı açıq gəzirdi. Ayaq yalan gəzirdi. Sonra damcı damcı tökülürdü. Damcı damcı tökülürdü. Sonra biz bura qeyd edə bilərik. Yanıqlı desən qeyd eləmişəm mən. Ha, yox, qeyd eləməmişəm. Mən keçən dərsdə də qeyd elədim ki, lığ şəkilçisindən olanlar, yəni bir yerdə olaraq, yəni eyni sözün təkrarına zərf götürülür hal-hazırda. Yəni, məsələn, bulaq şırşır axırdı. Bunlara təqlidi sözlər deyirlər. Yəni işlənmir, amma hər hansı bir səsi təqlid edir, o şəkildə işlənir. Və s. Düşünürəm ki, bu qədər tərz hərəkət zərflər yazsam kifayət eləyər. Əsas odur ki, necə sualla, ən çox necə sual işlənir, necə sualla cavab verir. Məsələn, tutaq ki, deyirsən, uşaq vəhşicəsinə döyürdü, o qərib-qərib baxırdı, hövlnak hərəkət etdi, səlis danışırdı, pis danışırdı. Bax, bu sözlərə diqqətli ol. Ortaq cəhətlərdə mən bunları qeyd eləyəcəm. Məsələn, dərin sözüdür, bu sözdür, bunları. Bunları çalışın hərəkətin yanına gətirin. Gələk burada zaman zərflərinə. Zaman zərfləri ən çox işlənən zərflər siyahısındadır və nə zaman ən çox bu suala cavab verir. Nə zaman, haçan, nə vaxt suallarla işlənir. Zaman zərflərinə gəlin nümunələ göstərək. Məsələn, tutaq ki, haçansı. Çox işlənənləri də qeyd edəcəm, hələ ki işlənməyənləri də qeyd edək. Elə hər şey, eyni şeylər yazmaq istəmirəm. Təzəlikcə, tezliklə, sonra deyirsən ki, məsələn, tutaq ki, yayın çox işlədirsiniz. Haçandan haçana gəlib çıxdı. Haçandan haçana gəlib çıxdı. Sonra tutaq ki, daimilik, yox, daimi, daim. Daim. Sonra indilikdə, sonra bura götürə bilərik gündən günə. Deyirsən, o gündən günə gözəlləşir. Gündən günə. Sonra burada bəzi birləşmələr şəklində olanlar var. Onları yazmaq istəyirəm. Deməli, burada daxildir bu, o, nəvəsində. Deməli, bu, o, bir, heç. Deməli, burada daxildir neçə. Bunlar çox kitablarda yoxdur. Onu qeyd etsək çox yaxşı olar. Üzərinə. Deməli, an, vaxt, sonra deməli, zaman, saat, müddət, sözləri gələndə bunlarla işlənir. Bunların alınan sözlər zaman zərfləri olur. Məsələn, tutaq ki, deyirsən ki, bugün. Məsələn, tutaq ki, deyirsən o gün. Məsələn, tutaq ki, deyirsən ki, neçə gün. Tutaq ki, deyirsən ki, heç vaxt. Tutaq ki, deyirsən ki, hər vaxt. Tutaq ki, deyirsən ki, bir zaman. Bir zaman. Tutaq ki, deyirsən ki, bir vaxt. Tutaq ki, deyirsən ki, heç zaman. Görürsünüz, nə qədər birləşmələr alınır. Bax, bunlar zaman zərfləridir. Bunları unutmayın. Sizə də, yəni testlərdə bunlar lazım olur. Məsələn, ən çox işlənən zaman zərfləri hansılardır? Gəlin, onları da qeyd edin. Testlərdə də qarşılarınıza çıxacaq. Məsələn, tutaq ki, gəlin buraya yazaq aşağıya. Bayaq. Bayaq gəlmişdim. İndicə gəlmişdim. İndi gəlmişdim. Məsələn, tutaq ki, hələ. İndi. Mən bundan qabaqki videoda da qeyd elədim. Sırağa gün sözündən diqqətli olun. Sırağa gün sözü sadə zaman zərfi sayılır və testlərə çox düşən uşaqların işlədiyi yerlərdəndir. Məsələn, tutaq ki, əvvəl, sonra, qabaq,
Sonra bura gəlir gündə. Gündə sözün də ə, günün altında mən nasıl demirəm. Yəni gündə sözü burada hər gün anlamında gəlir. Gündə bizə gəlirdi. Hər gün bizə gəlirdi. Bax, bu anlamda mən sizə qeyd edirəm. Diqqətli olun. Gündə, sonra hərdən, sonra qışda, yazda, payızda, yayda. Bax, bu sözlərin hamısı bura yazmıram. Sonra yerləşməyəcək digər sözlər. Günorta, anban, anbaan, günbəgün. Bax ki, deyirsiniz hər zaman birləşmədi. Yaza bilərik bura axşam tərəfi, axşam tərəfi, sonra hərdən yaza bilərik. Sonra yaza bilərik hərdən bir, hərdən bir. Sonra xəttimə fikir verməyin. Biraz yazanda çətinlik çəkirəm. Hərdən bir. Sonra ara bir. Sonra işlənir bəzən. Sonra bəzən yox, ha, bəzən. Bax, diqqətli olun. Ə, Sonra başqa ən çox bunlar işlənir. Əvvəl, sonra, qabaq, bəri. Hə, bax, bunlar sonra yenə yazdım. Onda, onda da yəni o zaman mənasında gedir. Amma desəm ki, mənim onda məsələn tutaq ki, pulum qalıb o adamda, onda zaman zərfi deyil. Diqqətli ol. Mən ortaq cəhətləri izah edəcəm. Növbəti videoda bunu çox qəşəng, aydın şəkildə izah edəcəm. Deməli, bu da bizim zaman zərflərimiz gördüyünüz kimi. Sonra digər zaman zərfləri bitdi. Sonra gəlir yer zərfləri. Yer zərfləri də çox işlənilən zərflər siyahısındadır. Yer zərflərinin sualları uşaqlar, deməli hara, haraya, harada və haradan. Deməli, bunu uşaqlar rahatlıqla tapırlar. Bax, bu sualda çox ilişirlər. Əziz şagirdlər, yadınıza saxlayın. Əgər cümlə daxilində verilən hara sualı haraya sualına verilirsə, onda o yer zərfidir. Yox, verilmirsə, yalnız hara sualına cavab verirsə, onda o isim sayılır. Bunda diqqətli olun. Deməli, məsələn tutaq ki, deyirsən ki, baxın, hara sualına məxsusi bir nümunə gətir. Deyirsən ki, bəri gəl. Bax, görürsünüz, normalda mən bu suala bəri gəl, hara gəl sualını verirəm. Düzdür? Hara gəl. Doğru mu? İndi mən buna ya artırsam sualı haraya gəl, bəriyə gəl deyə bilirəm. Görürsünüz? Hara ilə haraya sualı əslində qalsa aşağı yuxarı yer zərflərində eyni suallardır. Yəni sadəcə olaraq məsələn bizdə bəri gəl də işlədə bilərik, bəriyə gəl də işlədə bilərik. Ora gəl, oraya gəl. Bura gəl, buraya gəl. Bu şəkildə aşağı gəl, aşağıya gəl. Bu şəkildə işlədə bilərik. Yəni eyni anlayışdır. Ona görə çaşmayın. Amma desəm ki, məsələn tutaq ki, Bakı gözəldir. İndi görün mən bura haraya sualına cavab verə bilirəm? Yox. Deməli, hara gözəldir? Sadəcə o hara sualına cavab verdi. Vəssalam. Deməli, bu da oldu. Nə? İsim. Yəni, bunda çaşmayın. Hara nə zaman zərf olur? Nə zaman isim olur? Bax, bunu səhv salmayın. Hara sualı təkcə yasız. Əgər suala cavab verərsə, onda olacaq isim. Ya artıra bilirsinizsə, onda olacaq zərf. ə, Zərfə aid olan sözlər. Deməli, yer zərflərinə nümunələr yazaq. Gəlin yazaq. Deməli, ən çox işlənənlər şagirdlər həmişə deyirəm, irəli. Bunlar bir-birinin antonimləri olur. Geri. Aşağı, yuxarı. Sonra uzaq, yaxın. İçəri, görürsünüz, əksəriyyəti ümumiyyətlə yer zərflərinin əksəriyyəti bir-birinin antonimi olur. Əksəriyyət. Ora, sonra bayır. Ora, bura.
Sonra ortalıqda, sonra yaxınlıqda, sonra başqa nə yaza bilərik? Uzaqlıqda, uzaqlıqda. Sonra yaza bilərik sağa sola. Çox işlənir sağa sola. Diqqətli olun. Sonra orada, burada, ora bura zaten yazmışam. Orada, burada. Sonra üz aşağı. Baxın. Yox, üz aşağı. Yox, yox, üz aşağı getmir. Üz aşağı getmir. O yer zərfi deyil. Sonra yox, yox, üzürsən, üzürsən. Başqa sözünü səhv saldım. Üz aşağı. Sonra bunu antoninə götürə bilərik. Üzü yuxarı. Aha. Sonra bura nə götürə bilərik? Başqa irəli, geri, aşağı, yuxarı. Ən çox bunlar işlənir. Yaxın, yaxın. Uzaq, yaxın, içəri, bayır, ora, bura. Hı -hı. Yəni ən çox yer zərfləri işlənənlər bunlardır. Diqqətli olmaq lazımdır sadəcə olaraq. Məsələn, bəri sözü var. Bəri sözü var. Yaxın yazmışam. Hə, yaxın yazmışam. Aha. Bunlar ən çox işlənənlər bunlardır. Deməli, yer zəplərin sualları hansı oldu? Hara, haraya, harada, haradan və s. Bu şəkildə tapa bilərsiniz. Deməli, axırıncı gələk biz deməli gələk miqdar zərflərinə. Əziz şagirdlər, nədirsə şagirdlər miqdar zərflərinin tapılmağında bir balaca əziyyət çəkirlər. Yəqin ki, sayla qarışdırdıqları üçün miqdar zərflər. Uşaqlar, miqdar zərfləri, yəni hərəkətin kəmiyyətini bildirir. Yəni bir hərəkətin ölçüsünü bildirir. Məsələn, tutaq ki, deyirsiniz, Günay müəllimə çox danışdı. Yəni danışmağın kəmiyyətini bildirir. Yəni əşyanın kəmiyyətini bildirmir, hərəkətin kəmiyyəti. O deyirsən, xeyli yorulmuşdu. Məsələn, çox yorulmuşdu. Məsələn, tutaq ki, gəlin baxaq. İndi yazacağam var. Məsələn, tutaq ki, az, çox, məsələn, xeyli, məsələn, bir qədər. Məsələn, tutaq ki, bura yaza bilərik ə, bir qədər. Sonra tamamilə, tamam sözün köküdür, düzəltmə, zərfdir. Tamamilə. Sonra tutaq ki, qat-qat. Tutaq ki, xəmir qat-qat yoğrulub. Məsələn, tutaq ki, az-az. Sonra yaza bilərik bura. O aylarla səni gözlədi. Aylarla, həftələrlə, günlərlə, günlərlə. Sonra illərlə qeyd edə bilərik. Sonra bütünlüklə. Sonra lazımınca çox işlənir. Lazımınca. Lazım sözün köküdür burada. Önce burada şəkilçidir. Lazımınca. Lazımınca. Məsələn, qədərincə. Bütünlüklə. Sonra sonra bir sözünlə işlənənlər var. Qiymətdə 1-ə 5 qalxdı. 1-ə 5 artdı. 1-ə 5 qalxdı. Məsələn, 1-ə 5 qalxdı. Sonra məsələn, tutaq ki, 1-ə 5 yazdım. Aha, 1-ə 5 yazdım. Sonra başqa məsələn, tutaq ki, lay lay. Tutaq ki, yəni bu şəkildə bildirir. Bir qədər ola bilər. Bir qədər məsələn yorulmuşdu. Bax, diqqətli olun, bir qədər məsələn yorulmuşdu. Diqqətli olun ki, bunlar hərəkətə aid olsunlar, əziz şagirdlər. Hərəkətə aid olduqları halda bunları siz miqdar zərfləri kimi götürə bilərsiniz. Çünki məsələn, tutaq ki, bir qədər sözü ortaq sözdür. Biz bunu sayla, indi mən ortaqlara aid yəqin ki, video çəkəcəm, ortaqlarda da onu qeyd edəcəm, həmin sözləri orada qeyd edəcəm. Məsələn, bir qədər sözünü mən əgər ismin yanına gətirsəm, məsələn, tutaq ki, deyirəm də, bir, məsələn, tutaq ki, qədər, uşaq, məsələn, tutaq ki, bir qədər meyvəyə, bir qədər uşaq olmaz, qəbul biraz olsa yaxşı çıxmadı. Bir qədər, məsələn, tutaq ki, meyvə. Tutaq ki, qeyd eləsəm, burada əlbəttə ki, sayı olacaq. Bir qədər. Amma bir qədər
Yorulmuşam desəm, burada əlbəttə ki, feilə aid olduğu üçün yorulmuşam desəm, onda burada olacaq miqdar zərfi. Bundan diqqətli olun. Yaxşı, bir də mən bunu pozum. Sonra o qədər, bir qədər, tutaq ki, onu layiqincə qarşıladıq. Çox işlənən cümlələrdəndir. Mən ona dəfələrlə dedim. Nə qədər dedim? Dəfələrlə dedim, dəfələrcə dedim. Sonra dəfə kərə sözlərin üzərinə diqqətli olun. Dəfə ilə kərə ilə işlənən sözlər. E, bir kərə sözümü dedim. Bir dəfə sözümü dedim. Baxın. Testlərdə bunlar məsələn çox rast gəlmir, amma bilməkdə şey yoxdur. Heç bir ziyanı bir dəfə işlətdim. Tutaq ki, bir kərə işlətdim. Mənada işlənir. Məsələn, tutaq ki, bax, bu şəkildə demək olar ki, hamısını yazdım. Demək olar ki, hamısını yazdım. O işi də tamam bitirmişdim, yəni bu şəkildə. Belə. Düşünürəm ki, zərfin mənaca növlərini yetər qədər izah elədim. Elə inanın mənə, bu sözləri belə əzbərləsəniz sizə kifayət eləyəcək. Ümumiyyətlə, Azərbaycan dilində biz qaydaları ümumi şagirdlərə izah eləyirik. Mən əslində çox qaydalarını əzbərləməyin çox tərəfdarı deyiləm bir müəllim olaraq. Çünki Azərbaycan dilinin öyrənmə üsulunun ən yaxşı şəkli testlərdə tətbiq etməkdir. Biz bundan nə qədər desək də, Azərbaycan dili o qədər zəngin, o qədər həm bir o qədər də çətindir ki, yəni siz Azərbaycan dili demək olar ki, söz oyunudur. Yəni siz bunlarda testlərdə qarşınıza çıxan sözlərə əsasən tapa bilərsiniz ki, hansı saydır, hansı sifətdir, hansı isimdir, hansı zərfdir, hansı nədir, hansı nitq səsidir. Ona görə ən yaxşısı bir dəfə də olsa bunu, amma zərfin sözlərini əzbərləməyə hamınıza məsləhət bilirəm. Üzdən əzbərləyin, ümumiyyətlə dərindən sözləri dərindən əzbərləyin. Sonra keçin onları testlərdə tətbiq edin. Hələ ki bu qədər. Ehtimal ki, zərfin ortaq sözlərini və ortaq şəkilçilərinə aid yenə bir video hazırlayıb atacağım, yerləşdirəcəm. Oradan baxa bilərsiniz. Sağ olun.